Listen to the passage and answer the questions. Mətni dinləyib suallara cavab vermək tələb olunur. Saki Kamagai is from Japan. Saki Kamagai Yaponiyadandır. She's a famous soccer player, o məşhur futbolçudur. She plays for a team in France. O hal-hazırda Fransada bir komandada oynayır. Saki loves soccer. Saki futbolu çox sevir. She also likes basketball and volleyball. O həmçinin basketbol, voleybolu da sevir. She can kick a ball very hard. O Saki topa çox güclü zərbə vura bilir. But she cannot swim very well. Amma o çox yaxşı üzə bilmir. Saki trains every day. Saki hər gün məşq edir. She's strong and fast on the soccer field. Futbol meydançasında güclü və sürətlidir. Many people love to watch her exciting games. Bir çox insan onun həyəcanlı oyunlarına baxmağı sevir. Saki is a hero for many young girls who want to play soccer too. Saki futbol oynamaq istəyən bir çox gənc qızlar üçün qəhrəmandır. The passage is mainly about, mətn əsasən nə haqqındadır? Saki's basketball team, Sakinin basketbol komandası. Saki's sports and training, Sakinin idman həyatı və məşqləri, bəli. Saki's swimming lessons, Sakinin üzgüçülük dərsləri. Saki's life in Japan, Sakinin Yaponiyadakı həyatı. Doğru cavabımız B variantı. Which statement is true according to the passage? Mətnə uyğun olaraq düzgün fikri seçin. Saki plays for a team in Japan. Saki Yaponiyada bir komandada oynayır. Saki plays volleyball every day. Saki hər gün voleybol oynayır. Saki can kick a ball very hard. Saki topa çox güclü zərbə vura bilir. Bu doğrudur. Saki is a good swimmer. Saki yaxşı üzgüçüdür. Doğru cavabımız C variantı. Complete the sentence according to the passage. Mətnə uyğun olaraq cümləni tamamlayın. Saki is a soccer player from. Saki hansı ölkədən olan futbolçudur? France, Fransa, Japan, Yaponiya, England, İngiltərə, Brazil, Braziliya. Doğru cavabımız B variantı. Choose the correct answer to the question. Suala uyğun düzgün cavab seçin. What sport does Saki love most? Saki ən çox hansı idman növünü sevir? Soccer, futbol, voleybol, voleybol, basketbol, basketbol, swimming, üzgüçülük. Doğru cavabımız A variantı. Write one adjective from the passage which characterizes the word player. Player sözünü, yəni oyuncu sözünü təsvir edən mətndəki sifəti yazın. Baxırıq, famous player sözü. Famous bizim doğru cavabımızdır. Mətni oxuyub suala cavab vermək tələb olunur. Children play sports to have fun with their friends. Uşaqlar dostları ilə əylənmək üçün idmanla məşğul olurlar. They feel happy when they win or do their best. Onlar qalib gələndə və ya əllərindən gələni edəndə özlərini xoşbəxt hiss edirlər. Some children like to play soccer, basketball or tennis. Bəzi uşaqlar futbol, basketbol və ya tenis oynamağı sevirlər. They also like to run or swim. Onlar həmçinin qaçmağı və ya üzməyi də sevirlər. Sports make children strong and help them feel good. İdman uşaqları gücləndirir və özlərini yaxşı hiss etmələrinə kömək edir. Scientists say sports are good for your body and mind. Alimlər deyirlər ki, idman bədən və zehn üçün faydalıdır. Sports can make your muscles stronger. İdman əzələlərinizi gücləndirə bilər. They can also help you feel less tired or stressed. O, həmçinin yorğunluğu və stresi azaltmağa kömək edə bilər. When you play sports, you can learn teamwork and respect for others. İdman oynayanda, idmanla məşğul olanda siz komanda işi və başqalarına hörmət etməyi də öyrənə bilirsiniz. It's important to move your body every day. Gündəlik bədənizi hərəkət etdirmək vacibdir. You can walk, run, swim or play a fun game. Siz gəzə, qaça, üzə və ya əyləncəli bir oyun oynaya bilərsiniz. Try to be active for about 60 minutes each day. Hər gün təxminən 60 dəqiqə aktiv olun. Sports help you stay healthy, happy and strong. İdman sizi sağlam, xoşbəxt və güclü saxlayır. The passage is mainly about, yəni mətn əsasən nə haqqındadır? How sports help the body and mind.
İdmanın bədən və zehnə necə kömək etdiyi, bəli. Different games people play at school. Məktəbdə oynanılan müxtəlif oyunlar. Famous athletes in the world. Dünyadakı məşhur idmançılar. How to win every game. Hər bir oyunu necə udmaq olar? Doğru cavabımız A variantı. Choose the correct answer to the question. Suala uyğun düzgün cavabı seçin. Why do scientists say sports are good? Alimlər nə üçün deyirlər ki, idman faydalıdır? Because sports make you stressed. Çünki idman sizi stresə salır. Because sports are only for fun. Çünki idman yalnız əyləncə üçündür. Because sports are easy for everyone. Çünki idman hər kəs üçün asandır. Because sports help you grow strong. Çünki idman sizi güclü edir. Doğru cavabımız D variantı. Complete the sentence according to the passage. Mətnə əsasən cümləni tamamlayın. Playing different sports helps your body. Fərqli idman növlərini ilə məşğul olmaq bədənimizə necə kömək edir? Stay the same, yəni eyni qalmaqda kömək edir, xeyr. Get weaker, zəifləməyə kömək edir, xeyr. Forget teamwork, komanda işini unutmağa kömək edir, xeyr. Move better, daha yaxşı hərəkət etməyə kömək edir. Doğru cavabımız D variantı. Which statements are true according to the passage? Mətnə uyğun gələn düzgün fikirləri seçmək tələb olunur. Sports teach teamwork and respect. İdman komanda işi və hörməti öyrədir. Doğrudur. Scientists say sports are bad for health. Alimlər deyirlər ki, idman sağlamlıq üçün zərərlidir. Xeyr. Sports help reduce stress. İdman stresi azaltmağa kömək edir. Bu da doğru fikirdir. People should not move every day. İnsanlar hər gün hərəkət etməməlidir. Bu isə yanlış fikirdir. Doğru cavabımız A variantı. Which word from the passage fits the following definition to get a prize in a competition? Aşağıdakı tərifə uyğun gələn sözü mətnindən tapmaq tələb olunur. Yarışda mükafat qazanmaq, yəni to win feili. Doğru cavabdır. Choose the best option, ən uyğun variant seçin. We very fast when we play soccer. Biz futbol oynayarkən çox sürətli nə olacaq? Walk gəzirik, throw atırıq, run qaçırıq, catch tuturuq. Doğru cavabımız run, qaçırıq C variantı. Choose the best option, ən uyğun variant seçin. In winter, I love to down the snowy mountains. Deməli, qışda mən xoşlayıram qarlı dağlardan sürüşərək, yəni aşağı düşməyi. Swim üzməkdir, run qaçmaqdır, dance rəqs etməkdir, ski isə bəli xizəklə sürüşmək. Doğru cavabımız B variantı. Choose the useful pieces of advice. Yaxşı məsləhətləri seçin. Don't-la başlayır. Don't eat junk food. Yəni hazır yeməkləri yemə. Fast food dediyimiz. Don't eat healthy food. Sağlam qida yemə deyir. Yanlışdır. Don't sit down all day. Bütün günü oturma, yəni oturaq həyat keçirmə. Bu da doğrudur. Don't drink water. Su içmə. Bu isə yanlışdır. Doğru cavabımız A variantı. Match the antonyms. Əks mənalı olan sözləri uyğunlaşdırın. Late, gec, early, erkən, tez. Excellent, mükəmməl, əla, bad, pis. C. Different, fərqli, same, eyni, yəni BCA. Doğru cavabımız B variantı. Write the missing word, buraxılmış sözü yazın. I like to hang with my friends at the park on weekends. Mən həftə sonları parkda dostlarımla vaxt keçirməyi xoşlayıram. Burada hang out doğru sözümüzdür. Choose the correct variant. Düzgün variant seçin. Important vacibdir. Sports day announcement. İdman günü elanı. Sports day will be on Saturday at 10 a.m. Bring your water bottle and wear your sneakers. Deməli, idman günü saat səhər 10-da şənbə günü olacaq. Öz su butulkanızı və idman paltarınızı geyinib gəlməyi, gətirməyi unutmayın.
Deməli, burada sports day is on Sunday at 10 a.m. Da bazar günü saat 10-da, səhər 10-da da deyir. Sports day is on Saturday at 10 a.m. Bəli, şənbə günü səhər 10-dadır. Sports day is every day at 10 a.m. Hər gün saat 10-dadır. Students do not need sneakers. İdman ayaqqabılarına ehtiyacları yoxdur şagirdlərin deyir. Doğru cavabımız B variantı. Choose the correct variant, düzgün variantı seçin. Verilmiş short textdən. Important, əhəmiyyətlidir. New basketball practice time, yeni basketbol məşq zamanı. Basketball practice is now on Tuesdays and Fridays at 5 p.m. Remember to bring your ball. Basketbol məşqi indi ikinci və 5-ci günlər günortadan sonra saat 5-dədir. Topunuzu gətirməyi unutmayın, yəni yadınızda qalsın. Burada nə çıxardırıq? Basketball practice is on Mondays. Məşq birinci günlərdir, xeyr. Basketball practice is only on Fridays. Sadəcə 5-ci günlərdir, xeyr. Basketball practice is on Tuesdays and Fridays. İkinci və 5-ci günləri doğrudur. Practice is every day at 5 p.m. Hər gün saat 5-dədir. Doğru cavabımız C variantı. Choose the correct variant, düzgün variant seçin. She can the bus. O avtobusa minir, yəni avtobusla gedir mənasında. Can ümumiyyətlə modal feilindən sonra feil həmişə sadə formasında gəlməli, sadə formada gəlməlidir. Yəni take feilinin sadəcə özünü istifadə etməli. Doğru cavabımız D variantı. Choose the correct variant, düzgün variant seçin. He for 4 hours a day. Gündə 4 saat üzür. Ümumiyyətlə, he olduğuna görə, burada swim yox, swims ola bilər. Üçüncü şəxsin təki olduğuna görə. Əgər indiki davam edici zamanda olsaydı, is swimming olardı. Sadəcə burada hər zaman, yəni gündəlik intervalda çalışdığına görə indiki sadə zaman işləyəcək. Is swim ümumiyyətlə belə bir quruluş yoxdur. Doğru cavabımız A variantıdır. Choose the correct question word, düzgün sual sözünü seçin. Is your favorite athlete Tom Jackson? Deməli, sənin sevdiyin atlet kimdir? O da Tom Jackson'dir. Kim? Who? Yəni doğru cavabımız D variantı. Choose the correct variant, düzgün variant seçin. He swim very fast but he ice skate. O çox sürətli üzə bilir və ya üzə bilmir, amma buz üstündə sürüşə bilir və ya sürüşəmir. Yəni bir-birinə ziddiyyət yaratmalıdır. Ümumiyyətlə he-də biz don't yox işlətsək doesn't işlədərik. Bir tərəfi can, bir tərəfi can't olmalıdır. Yəni təsdiq, inkar və ya inkar təsdiq. Burada da fərqli olan, yəni bir-birinə zidd olan D variantındadır. He can swim very fast. O çox sürətli üzə bilir, amma buz üstündə sürüşə bilmir. Doğru cavabımız D variantı. Choose the correct variant, düzgün variant seçin. Clarence play soccer. Clarence futbol oynayırmı? Da Clarence təkdə olduğuna görə do yox, does işlədə bilərik. Oynaya bilirmi? Can Clarence play soccer? Is ümumiyyətlə indiki davam edici zamanda işlənir. Yəni ki, is Clarence playing olsaydı, burada is doğru cavab ola bilərdi. Burada doğru cavab isə 2-3 B variantıdır. Choose the correct question word, düzgün sual sözünü seçin. Sports do you do? İdman edirsən sən. Cavab verir ki, I dance, I run and I swim. Mən rəqs edirəm, qaçıram və üzürəm. Deməli, hansı idmanla məşğul olursan olmalıdır? Hansı və ya nə? What sports və ya which sports? Doğru cavabımız D variantı. Choose the correct answer, düzgün cavab seçin. Can she dance? O rəqs edə bilirmi? Əgər cavab hədsə yes, she can. Yəni bu formada cavab verəcək. Ya da no, she can't verəcək cavabı. Yes, she can. Düzgün cavabımız A variantı. Make up a sentence. Cümlə qurmaq tələb olunur. Eat fruit to be healthy. Bəli. Da əmr cümləsidir. Meyvə ye, sağlam olmaq üçün. Doğru cavabımız A variantıdır.